Selamlar değerli dostlar, hepinizi hoş gördük kanalımda. Bugün yeni dersimize start verdik, artık tətil bitti. Yeni bölmeyle, yeni dersimizle karşınızdayım. Ama ilk önce daimi izleyicilerimden Nahid, Nezrin, Güler ve Zinfira balamızı salamlayıram, xüsusi salamlarımı göndərirəm. Hətta onlara belə gözəl smayıllar hazırlamışam. Onlara derin teşekkürümü bildirirəm. Bir tane de coğrafya ürəyim var. Gördüğünüz kimi olmazsa olmazımız. Növbəti dərslərimizdə də kimlər istərsə adlarını çəkməyimi mütləq qeyd etsin. Adlarını böyük məmnuniyyətlə qeyd edəcəm, çəkəcəm və xüsusi salamlarımı həmin izləyicilərimə göndərəcəm. Keçək dərsimizə. Demək, bugün zəlzələdən danışacağıq. Zəlzələ necə baş verir? Zəlzələ yer qabığında ani vaxtda baş verən təkanlardır. Bu təkanlar yerin daxilində yüksək təzyiq və enerji toplanması nəticəsində yaranır. Zəlzələ zamanı dağıntıların miqyası zəlzələnin gücündən, davamiyyətindən və hiposentrindən asılıdır. Hiposentrin dərinliyindən asılıdır. Baxaq görə hiposentr nədir uşaqlar? Deməli, burada biz gördüyünüz kimi zəlzələ mərkəzi var. Zəlzələ burada baş verir, amma yer səthindəki proyeksiyasının adı episentrdir. Ən güclü zəlzələlər yadınızda qalsın ki, episentrdə olur və episentrdən kənarlaşdıqca dağıntıların gücü zəifləyir. Deməli, burada ən güclü dağıntı harda baş verəcək? Təbii ki, birinci məntəqədə göründüyü kimi bütün hər şey məhv olubdur və getdikcə artıq dağıntıların gücü azalıb və dördüncü məntəqədə demək olar ki, heç bir proses baş vermir. Bu tektonik çatda yenə təhlükəli bir ərazi sayılır, dağıntılar olan ərazidir. Və deməli, P dalğaları və S dalğalarını görürsünüz burada. İndi onlardan danışacağıq. Zəlzələnin gücü 12 bal şkala ilə ölçülür. Yəni Richter şkalasına əsasən ölçülür. Seismoqraf deyə cihazla ölçülür uşaqlar. Seismoqraf cihazı ilə Richter şkalasına əsasən ölçülür. Aşağıdakı kimi təsnif edilir. Bunu artıq özünüzdə baxa bilərsiniz. Deməli, tələsik tez bir zamanda çəkirəm ki, videonu paylaşım, hər biriniz yararlanasınız. Zəlzələlər zəif bal gücündə olan zəlzələlər 1-3 bal arasındadır. Orta deyəndə orta güclü 3-5, dağıdıcı 6-8. Ancaq ən güclü zəlzələlər katastrofik zəlzələlərdir ki, bu da 9-12 bal arasında dəyişir. Zəlzələ zamanı yerin titrəyişləri seismik dalğalar adlanır. Yerin daxilində uzunluğuna yayılan dalğalar P, eninə yayılan dalğalar S dalğalardır. Gördüyünüz kimi bu şəkildə də P dalğaları eninə, uzunluğuna daha doğrusu S dalğaları isə eninə yayılan dalğalardır. Yer səthi boyunca yayılan dalğalara isə nə deyilir? Səth dalğaları deyilir. Yer səthi boyunca yayılan dalğalar səth dalğaları, uzunluğuna yayılan dalğalar S, enə yayılan dalğalar isə S dalğaları adlanır. P və S dalğaları ikisi də hiposentrdən eyni anda hərəkətə başlayır. Lakin bir fərqləri var ki, uşaqlar, P dalğaları tavaların hərəkət istiqamətinə yayılır və daha sürətli olur. P dalğaları necə olur? Daha sürətli olur hərəkət istiqamətində. Tavaların, litosfer dalğaların hərəkət istiqamətinə yayılır. S dalğaları isə sürəti az, gücü isə P dalğalarından çox olur. Bura mütləq diqqətlə qulaq asacaqsınız. P dalğaları sürəti çoxdur, ancaq dağıntı gücü S dalğalarından azdır. Ancaq S dalğalarının sürəti azdır, gücü P dalğalarından çox olacaq. Diqqətiniz məndədirsə, bu yəni fərqliliyi hiss etdiniz, nə demək istədik? Birində gücü çoxdur, zəlzələnin dağıtma qabiliyyəti çoxdur. Birində gücü az, daha doğrusu birində güc çoxdur, zəlzələn daha çox dağıntılara səbəb olur. Birində sürəti azdır, amma gücü daha güclüdür, yəni daha çox dağıntılar yaranır. Bir də suda S dalğaları yaranmır. Bunu mütləq yadınızda saxlayırsınız ki, suda S dalğaları yaranmır. Zəlzələ zamanı baş verən dağıntılar səth dalğalarının nəticəsidir. Episentrdən uzaqlaşdıqca dalğaların gücü zəifləyir, bayaq dediyimiz kimi. Davam edək. Seismik dalğalar okeanlarda sualtı zəlzələlər zamanı nəhəng tsunami dalğalarını yaradır. Tsunami sahilə çatdıqda sürəti azalır, hündürlüyü artır, sahildə böyük dağıntılar yaradır. Baxın, bu da tsunami şəkli. Çox qorxunc bir təbiət hadisəsidir. Ki, bilirsiniz ki, tsunami deyəndə ilk öncə yadımıza gələn sırf Yaponiyadır. Bu hissələrdə görürsünüz tsunamilərin daha çox olduğu, zəlzələ ocaqlarının çox olduğu ərazilərdə, amma zəlzələ o demək deyil ki, harda baş verirsə tsunami də orada olur. Burada quruda olan zəlzələlərdə tsunami baş verməz. Ancaq bu quru okean sahillərində, məsəl üçün Avrasiyanın sakit okean sahillərində və yaxud da ki, Şimali Amerikanın sakit okean sahillərində, eləcə Cənubi Amerikanın bu ərazilərdə zəlzələ, bir də burada uşaqlar İndoneziya tərəfdə güclü zəlzələlər olur, tsunamilər olur. Və bu daha doğrusu Alp-Himalay dağ sistemidir ki, güclü zəlzələlərin baş verdiyi yerlər də məhz həmin ərazilərdir. Daha sonra baxaq ki, bu Sendai tsunamisindəndir.
söhbət Yaponiyadan gedir. 2011-ci ildə Yaponiyada baş verən 8,9 bal gücündə bal və yaxud da ki magnitudalı, yəni zəlzələnin ölçü vahidi kimi magnitudalı zəlzələnin nəticəsində böyük tsunami yarandı. Yaponiya Geologiya Xidməti ilk təkanın 7,9 bal olduğunu qeyd edərək təsəvvür edin ki, yəni bu Azərbaycanda baş verirsə nələr olar? Kənar olsun hər birimizdə. Təqribən 1 dəqiqə əvvəl növbəti zəlzələnin 4-6 metr hündürlükdə tsunami dalğalarının gözlənilməsi haqqında həyəcan siqnalı verdi. Proqnoz özünü doğrultdu və Sendai limanında hündürlüyü 10 metrə çatan tsunami dalğaları yarandı. Düşünün bu nə deməkdir? Yaponiyada 2011-ci ildəki zəlzələdir. Baş verdiyi ərazi bu Tokyo şəhərin mərkəzidir. Bu da daha doğrusu Yaponiyanın paytaxtı. Bu da Sendai şəhəridir və zəlzələnin mərkəzi harda olduğu göstərilir. Qırmızı rəngdə görülən yer zəlzələnin episentridir. Deməli, dərsimiz bu qədər. Bunlardan biz ancaq başlayacaq tapşırıqların izahına, bir də buradan ümumi şeylərə baxaq. Deməli, biz nə öyrəndik? Katastrofik zəlzələlər, güclü zəlzələlərdir. 9-12 bal gücündə olan zəlzələlərdir. Deməli, səthdə baş verən, yer səthində baş verən deməli, yayılan dalğalar nə adlandı? Səth dalğaları adlandı. S və P dalğaları, N dalğalar S, uzunluğuna dalğalar P dalğalarıdır. Bu şəkildə, bax, bu P dalğalardır, uzunluğun adı göründüyü kimi də. Bu isə N-nə yayılan dalğalardır. Suda S dalğaları necə oldu? Yayılmadı, yaranmadı. Suda S dalğaları yaranmır, yəni deməli, N-nə dalğalar suda yaranmır. S dalğalarının sürəti az olsa da gücü çoxdur. Amma P dalğalarının sürəti çoxdur və N-nə yayılan dalğalardır P dalğaları. Epicentr nə oldu? Epicentr zəlzələnin yer səthindəki proyeksiyası adlandı. Uzaqlaşdıqca da oradan dağıntıların gücü zəifləyir. Çünki zəlzələnin təsiri də azalır. Deməli, səhifə 44 və 45-ci səhifələri izah edəcəm. Səhifə 44-45 bəli. Bunların tapşırıqlarına gəlin keçək izahını verim. Deməli, ilk sualımız belədir. A şəklində bu səfər təsvirləri də qoymuşam. Daha müasir variantda çəkmişəm sizlər üçün. Ki, sizlərə daha rahat, yaxşı olsun, sizlər üçün daha uğurlu olsun, daha yaxşı anlayasınız deyə şəkilləri də buraya əlavə etmişəm. Deməli, uşaqlar, A şəklində təsvir edilən hadisə ilə bağlı sualları cavablandırın. Bayaqlar göstərdim həmin şəkili. Dedim ki, episentrdən, yəni zəlzələnin baş verdiyi bu nöqtədən uzaqlaşdıqca zəlzələnin gücü daha da zəifləyir. Rəqəmlərlə göstərilmiş tikililərdən hansında dağıntılar daha çoxdur və bunun səbəbi nədir? Təbii ki, bunun səbəbini bilirik. Mənasını bilirik ki, dedik ki, episentrə daha yaxın olan ən güclüsü 1-cidədir, ən zəif dağıntı 4-dədir. Çünki zəlzələ episentrdən uzaqlaşdıqca zəlzələnin gücü azalır. Zəlzələ zamanı yer qabığında hansı dəyişikliklər yaranmışdı? Şəkildə göründüyü kimi zəlzələ zamanı yer qabığında tektonik çat yaranmışdı. O tektonik çatı da kənarda gördük. 5 rəqəminin yerində bina olsaydı dağıntılar 1, 2, 3, 4-dən necə fərqlənərdi? 5 rəqəmi birbaşa tektonik çatın üzərindədir. Əgər burada bina olsa, digər məntəqələrə nisbətən daha güclü dağıntılara, çünki orada tektonik çat yerləşir. Bayaq da onu qeyd elədim ki, tektonik çatlarda da zəlzələ daha güclü baş verər. 1, 2, 3 və 4 məntəqələrində zəlzələnin gücü təqribən neçə bal ola bilər? Şəkildən zəlzələnin dağıdıcı olduğunu anlamaq mümkündür. Siz belə yaza bilərsiniz. Əgər episentrdə zəlzələ 7 bal götürsək, onda təqribən 1 bal. Birincidə elə 7 bal olacaq, ikincidə biraz aşağı düşəcək, tutaq ki 6 bal, 3-də 5 bal, 4-də 4 bal bu şəkildə. Əgər episentrdə 7 yox, məsəl üçün deyək də 6 qoysaq, onda 1-1 belə bu şəkildə artırın. Eyni ardıcıllıqla hərəniz fərqli şəkildə yaza bilərsiniz. İkinci sualda cədvəldə P, S və səth dalğaları, bayaqlar göstərdiyim bu şəkli, P dalğaları uzunluğuna dalğalardır. S eyninə dalğalardır. Gəlin görək nə deyir. P, S və səth dalğaların oxşarlığı nədir? Siz onu Euler-Venn diaqramına əsasən bu şəkildə qeyd edəcəksiniz, amma mən açıq şəkildə yazmışam uşaqlar. P və S bir də səth dalğaların oxşarlığı odur ki, hər üçü yeraltı təkanlar zamanı meydana gəlir və dağıntıları hər üçü, yəni dağıntı da yaradır və yeraltı təkanlar zamanı əmələ gəlir. P, S dalğalarının səth dalğalarından fərqi nədir bəs? P və S dalğalarının səth dalğalarına. P, S dalğaları yerin daxilində yaranır və səthə doğru hərəkət edir. Səth dalğaları isə bayaqları da altından xətt çəkdim ki, yerin səthində yaranan dalğalara səth dalğaları deyilir.
Onların təsiri yer səthində yaranır və dağıntılara səbəb olur. Demək, bir daha deyirik, P və S dalğaları yerin daxilində yaranır, səthə doğru hərəkət edir. Səth dalğaları birbaşa yaza bilərsiniz. Səth dalğaları isə yerin səthində yaranır. Sadəcə bunu yaza bilərsiniz və dağıntılara səbəb olur. P-S dalğaların fərqi nədir? P dalğaları sürəti böyük olur. Bayaq da altından xətt çəkdim, dönə-dönə dedim, onları izahını verdim. P dalğaları sürətli böyük olur, tavaların hərəkət istiqamətində yayılır, suda yarana bilir və uzunluğu dalğalardır. S dalğaları P-dən sonra yaranır. Sürəti az, dağıdıcı gücü isə çox olur və suda yaranmır. Siz qısaca olaraq yazın, P dalğaları sürəti böyükdür. Deməli, uzunluğuna dalğalardır. Bax, bu şəkildə qısa formada yazmışlar. P dalğaları sürəti böyükdür, amma dağıdıcı gücü az olur təbii ki, uzunluğuna dalğalardır. S dalğaları P-dən sonra, amma sürəti az, dağıdıcı gücü daha çox olur və suda yaranmır. Bu sözü xüsusilə qeyd edin, çünki kitabınızda da var, bir də eninə dalğalardır, bunu da bilməlisiniz. Daha sonra 3-cü sualımıza baxaq. C xəritəsinə əsasən sualları cavablandırın. Zəlzələlərin daha güclü olduğu və tez-tez baş verdiyi regionları, ölkələri müəyyən edin. Məsələn, Şimali Amerikada biz Meksikanı, Cənubi Avropada İtaliyanı, Asiyada İndoneziyanı, Yaponiyanı, Ant dağlarına yerləşən ölkələrdən Boliviyanı, Çilini göstərə bilərik nümunə olaraq və bir çox ölkələr əlavə edə bilərik. Siz həmin tektonik zonada yerləşən ölkələri iqtisadi xəritədən, siyasi xəritədən taparaq özünüzdən ölkələr əlavə edə bilərsiniz hər biriniz. Hansı ərazilərdə tsunaminin olma ehtimalı daha böyükdür? Bayaq da şəkildə göstərdim. Qırmızı rəngdə olan xəttlər boyu Sakit Okean sahilləri, Asiyanın Sakit Okean sahilləri, bir də Amerikanın qərbində Ant, Kordilyer dağları sahili boyunca zəlzələnin, güclü zəlzələlərin olduğu əraziləri müəyyən etmək olar. C xəritəsi, C variantına baxaq. C xəritəsini səhifə 40-da verilən A xəritəsi ilə litosfer dağla əlaqələndirin. Hansı nəticəni əldə etdiniz? Bax, burada gördüyünüz kimi litosfer dağlar xəritəsidir. Və siz C xəritəsinə də baxın. Bu litosfer dağlar xəritəsini uyğunlaşdırdıq, yaxınlaşdırdıq. Burada görək. Bu şəklə əsasən zəlzələ ocaqlarının, litosfer dağların sərhəd zonalarına, yəni harda zəlzələ çoxdur, bayaqları gördüyümüz o xətlərə baxsaq, həmin bu ərazilərdir ki, onlarda litosfer dağlarının sərhəddinə uyğun gəlir. Dağların toqquşma sərhədində zəlzələlər də güclü olur. Bura Alp Himalay qırışıqlığı, bura Sakit Okean sahilləridir. Asiyanın, bu da Şimali Cənubi Amerikanın Sakit Okean sahilləridir ki, ən güclü zəlzələlər məhz həmin ərazilərdə olur. Litosfer dağlarının hərəkət istiqamətində, toqquşma sərhədində olur. 4-cü sualda D və Y şəkillərində təsvir edilən zəlzələ zamanı Sendai limanında dayanan gəminin kapitanı Yaponiya Geologiya Xidmətinin tsunami haqqında həyəcan siqnalını alan kimi açıq dənizə çıxmaq haqqında əmr verdi. Kapitanın belə əmr verməsinin səbəbi nə ola bilərdi? Kapitanın belə əmr verməsinin səbəbi tsunami dalğalarının açıq dənizdə sürətinin və hündürlüyünün, həmçinin dağıdıcı gücünün az olması ilə əlaqəlidir uşaqlar. Mətndə də var idi bu barədə. Eyler-Venn diaqramında Sendai və Kobe zəlzələləri müqayisə edin. Kobe zəlzələsini bundan öncə keçmişdik ki, Kobe zəlzələsi quruda baş verir. İkisinin oxşar cəhəti odur ki, hər iki zəlzələ güclüdür, dağıdıcı idi, tavaların sərhədində yaranmış və dağıntılara səbəb olmuşdu. Kobe zəlzələsinin epicentri qurudadır, magnitudası 7,3, amma Sendai zəlzələsinin epicentri suda, yəni Sakit Okeanda yerləşir. Magnitudası isə, yəni gücü isə 7,9 bal gücündə idi. Deməli, bunların oxşar cəhətləri odur ki, hər ikisi dağıdıcı zəlzələlərdir, litosfer dağların sərhədində olmuşdu, yaranmışdı və həmçinin dağıntılara səbəb olmuşdu. Amma Kobe zəlzələsi quruda 7,3 bal gücündə, Sendai zəlzələsi isə suda, Sakit Okeanda yerləşirdi, epicentri və 7,9 bal gücündə zəlzələ idi. Hər birinizə uğurlar arzu oluram. Tələsik şəkildə də olsa bu videonu çəkdim, sizlərlə paylaşdım. İnanıram ki, hər birinizin işinə yarayacaq. Gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun. Amma adlarınızı qeyd etməyi unutmayın. Adlarınızı qeyd edin. Bundan sonra artıq mən sizlərin adlarını böyük məmnuniyyətlə paylaşacağım. Öz kanalımda sizə xüsusi salamlarımı göndərəcəm.